deyirəm. Bir hissədə okey deyirəm. demək olmaz. Bir hissədə tamam deyirəm. Aha. Tamam deyirəm, hansı hissədə? Əgər biz evi ər-arvad olaraq alanda qərara aldıq ki, sənin də əmək haqqımın var, mənim də gəlirim var. Misal üçün ayda 1000 manat ödənişdir, 500 manat sən qoy, 500 manatla bunu ödəyək. Amma məsələ burasındadır ki, biz əksəriyyətimiz evlənəndə deyirik ki, oxumasın, işləməsin, ev qızı olsun, mən kişiyəm, mən təmin eləyəcəm. Və gəlirik, biraz qızın anasından, biraz nə bilim, oğlanın dayısından pul toplayırıq, 20.000 manat ilkin ödəniş veririk, bir ev alırıq, ayda da misal üçün deyirəm də şərti olaraq. 1000 manat ödəniş Bu məsələdə, bu problemdə Zaur bəy. İndi xanım boşanır. Xanımın ora ödəməyə 500 manat pulu yoxdur. Onlar da bilir, var da vermişik də, yarı-yarı pul vermişik. Vermişik, amma hər hala bunu şamil eləyə bilmərik axı. Amma bu məsələ deyil axı, biz siz ümumi danışırız. Adam deyir ki, pulun yarısını mən vermişəm, yarısını ərim verib. Bildim də. Ortaq məxrəcdən. Məsələ bunlar bu gün ayrılır. Bəli. Rəşanə xanım, bax real danışaq. Ər, arvad bu gün ayrılır. Təbii ki, bunlar bir evdə yaşaya bilsəydilər, heç boşanmazdılar, düzdürmü? Ayrılır. İndi mən səndən ayrılıb ayda yaşamaq istəyirəm. Təkrar ərə getmək və evlənmək istəyirəm. Mən oturum gözləyim ki, 25 il hələ ipotekanı biz bərabər ödəyib qutaracaq, sonra o evi satacaq. Və nə eləməlidirlər? Məhkəmə qaydasında hərraca çıxar. Ya razılığa gələcək mediasiya sazişi ilə, ya da məhkəmə qaydasında hər qiymətləndirmə, hərrac, satışdan əldə olunan pul borca dönür, yerdə qalan pul bölünüb qutardı, getdi da. Şərtdir ki, bunu biz 25 il ödəyək. Mən yaşamaq istəmirəm də sayın. Bu artıq istəyə bağlı bir şeydir. Əlbəttə ki, istəyə bağlı. Bir yolda var.